Herkese salam əziz müəllimlər. Bugünkü izahımız 9-cu sinif dərsindən olacaq. Məişət kondisionerinin quruluşu və iş prinsipi. Müasir dövrdə həyatımızı kondisionersiz təsəvvür etmək çətindir. İnsan həyatını asanlaşdıran məişət cihazlarından biri də məhz kondisionerdir. Kondisioner sözü ingilis sözüdür. Mənzillərdə, ofislərdə, nəqliyyatda və digər yerlərdə optimal iqlim şəraitini saxlamaq üçün nəzərdə tutulmuşdur. Yəni, isti havalarda sərinliyi, sərin havalarda isə istiliyi təmin edən İqlim cihazı kondisionerdir. Kondisionerin iş prinsipi havanın kondisiyalaşdırılmasına əsaslanır. Bəs kondisiyalaşdırma nə deməkdir? Kondisiyalaşdırma standartlara uyğunlaşdırma deməkdir. Yəni şəraitdən asılı olaraq havanı mövcud standartlara uyğunlaşdırır. Eyni zamanda havalandırma, optimal temperaturun saxlanması, yəni soyutma və ya isitmə, rütubətin aradan qaldırılması, yəni havanın qurudulması, havanın təmizlənməsi, havanın mənfi ionlar və oksigenlə doydurulması funksiyalarını da yerinə yetirir. Bu sözləri də yadımızda saxlayırıq. Müasir dövrdə təyinatına görə kondisionerlərin 3 növü vardır. Bunlara aiddir məişət, yarım sənaye və sənaye kondisionerləri. Müasir kondisionerlərin ən geniş yayılmış növü split tipli kondisionerlərdir. Split sözü ingilis sözdür və mənası bölmək deməkdir. Kondisioner havanı kondisiyalaşdırma sistemi 2 hissədən ibarətdir. Bunlara aiddir xarici və daxili hissələr. Xariciyə aiddir kompresor və kondensator. Daxiliyə isə buxarlandırıcı aid edilir. Xarici hissə otaqdan kənarda quraşdırılır. Daxili hissə isə otağın daxilində quraşdırılır. Kondisionerin həm daxili, həm də xarici hissəsində quraşdırılan ayrı-ayrılıqda hissələr vardır ki, biz bunların adlarını bilməliyik ki, testə uyğunlaşdıra bilək. Baxaq, kondisionerin xarici hissələri hansılardır? Bura aiddir sərinləşdirici, kondensator, kompresor, idarə etmə lövhəsi, 4 yollu klapan, ştüzerli birləşmələr, freon sisteminin filtri, qoruyucu tez çıxarılan örtük. Hissələri göz yaddaşımızla yadımızda saxlayırıq ki, hissələrdən hər hansısa biri testə verilsə tapa bilək. İndi isə baxaq, kompresor və kondensator ayrı-ayrılıqda nədir? Kompresor qaz şəkilli maddələrin təzyiqini və yer dəyişməsini yüksəltmək üçün nəzərdə tutulmuş energetik qurğudur. Kondensator isə buxarı sıxlaşdıran qurğudur. İndi isə baxaq, kondisionerin daxili hissələrinə nələr daxildir? Aiddir ön panel, çobud təmizləmə süzgəci, incə təmizləmə süzgəci, sərinləşdirici, buxarlaşdırıcı, üfüqi pərdələr, göstərici panel və şaquli pərdələr şəkil olaraq da yadımızda saxlamalıyıq. Bəs kondisioner necə işləyir? Buxarlanma zamanı hər hansısa bir maye istiliyi udur. Bunu kiçik bir eksperiment edərək baxa bilərik. Əlimizə spirt və ya adikalon töksək, dərhal əlimizdə bir soyuqluq hiss edirik. Çünki onlar buxarlanır və buxarlanarkən də ovucumuzdakı istiliyi udur. Məhz kondisionerin iş prinsipi də belədir. Buxarın kondisiyası zamanı istilik ayrılır. Məhz bu məlum prinsip də hər bir kondisionerin əsas iş prinsipidir. Kondisionerin içərisində olan maddə freondur. Freonu biz soyuducu dərsində də öyrənmişik. Ona soyuducu amil də deyirlər. Eyni zamanda soyuducu cihazlarda soyutma prosesini gücləndirən kimyəvi məhlul freon adlanır. Freon bir yerdə buxarlandıqda istiliyi udur, başqa bir yerdə isə kondensasiya olunduqda udulmuş istiliyi buraxır. Kondensasiya suya çevrilmə deməkdir. Yəni, birinci buxarı udur, daha sonra həmin buxar suya çevrilir və kondensat şəklində mənzildən kənara axır. Freonun hava ilə istilik mübadiləsi hava istilik dəyişdiriciləri vasitəsilə baş verir. Onlar mis borular olan çarpaz, nazik, alüminium lövhələrlə təchiz olunmuşdur. Freon və hava arasında istilik mübadiləsi prosesinin daha sürətlə həyata keçirilməsi üçün istilik dəyişdiricilərindən havaya sərinləşdiricilərin köməyi ilə yel vurulur. İstilik dəyişdiricilərində baş verən proseslərə uyğun olaraq buxarlandırıcı, digəri isə kondensator adlanır. Kondisioner əgər soyumağa işləyirsə, yəni havanı soyutma prosesini yerinə yetirirsə, buxarlandırıcı rolunda daxili otaqda olan istilik dəyişdiricisi, kondensat rolunda isə xaricdə olan istilik dəyişdiricisi çıxış edir. Amma istiliyi təmin etməyə çalışırıqsa, bu rollar tam olaraq əksinə dəyişəcək. Kondisionerin işləmə prinsipini daha qısa izahı ondadır ki, burada kompresor, buxarlandırıcı, kondensator və droselləşdirici qurğu mis boru kəmərlə birləşmişdir və soyuducu dövrəni təşkil edir.
Deməli, dövrə ibarət oldu kompresor, kondensator, buxarlandırıcı və droselləşdirici qurğudan. Droselləşdirici qurğu dedikdə mayenin, qazın, buxarın təzyiqini və işlənməsini nizamlayan qurğu nəzərdə tutulur. Yəni, droselləşdirici nizamlayıcı qurğudur. Dövrədə freon maye haldan qaz halına və ya əksinə qaz halından maye halına keçir və daim dövr edir. Buxarlanma anında otaqda istiliyin udulması baş verir ki, bu istilik kondensator tərəfindən xaric atılır. Xarici atılan istilik kondensat halında atılır. Kondensat dedikdə buxarın maye halına keçməsi ilə alınan məhsul nəzərdə tutulur. Kondisionerdən axan su məhz kondensatdır. O şlanqla küçəyə axıdılır. Kondensatordan sonra artıq maye vəziyyətdə olan freon boru vasitəsilə quruducu süzgəcə daxil olur və burada ola biləcək mexaniki çirk və sudan təmizlənir. Kondisionerlə işləyərkən bir sıra təhlükəsizlik qaydalarına da diqqət yetirilməlidir. Məsələn, kondisionerin kabeli bükülməməli, dartılmamalı, sıxılmamalı və kondisionerin gövdəsi altında qalmamalıdır. Kondisioneri elektrik kabelindən istifadə edərək yandırmaq və söndürmək olmaz. Kondisionerin havalandırma barmaqlıqlarının qarşısını tutmaq və onları bağlamaq olmaz. Onu da qeyd edim ki, kabel izolyasiyalı elektrik məfdili deməkdir. Bugünkü izahımız bu qədər əziz müəllimlər. İzlədiyiniz üçün təşəkkürlər.